Şahmar Hüseynov, Qoyungöz, hekayə. Getmək, mütləq getmək lazımdır. Getmək. İnamla qəti və ciddi. Kəndə gedirəm evimizə. Gedim görüm necə yaşayırlar. Baş qaşımağa vaxt yoxdur valla. Sabah ya biri gün çıxıram. İnişil getdiyimdir. Neçə dəfə yuxuda anamın səsini eşitmişəm. Gəl deyir, gəl. Səhər çıxsam gün ortadan sonra oradayım. Sabah çıxıram, gedirəm sabah. Bir neçə günlüyə əlinizdən, səs-küyünüzdən, dığdığınızdan canım qurtarar. Nə var, nə olub? Niyə mən elə baxırsan, təzə görürsən məni? Bəlkə dədənə söymüşəm, hey! Bu uşağın dizi harda cızılıb, gözün kördür, görmürsən? Hani mənim corablarım? Bu çarpayının altı, bu şkafın yanı, bu da stulun. Budur mənim corablarım. Sakit ol, sakit. Niyə hər evinizə gedəndə ya getmək ərəfəsində keyfin pozulur, dilxor olursan? Arvad uşağın qanını qaraldırsan. Bu dilxorluğun yersiz olduğunu qanırsan, qandığına görə də öz-özünü danlayırsan, söyürsən ki, aya, filan şurada belə olmaz, belə yaramaz axı. Əksinə sən atanı, ananı, qardaşını, daşı, kərpici uşaqlıqdan sənə doğma olan evinizi, eyvanınızı gördüyünə sevinməlisən. Sevinmirəm? Kim deyir sevinmirəm? Sakit ol. Gəlməmişdən, yola düşməmişdən qabaq gələcəyini bilə-bilə niyə səni tutqun hisslər bürüyür? Elə ki, yola düşdüyün bu hisslər yolun hər kilometrində, yol isə 400 kilometrdir, artıb ağırlaşır, zindana dönüb ürəyinin başından asılır, dözülməz olur lap. Sən bu hisslərin nə olduğunu duymursanmı? Yox, yalan demə. Duymağına duyuram, amma sonra əslini bilmirəm. Bəlkə bəli, daha doğrusu əslini bilmək istəməmişəm. Sən elə gəlib ki, bu hissləri araşdırsan, bilmək istəsən, bağışlanmaz, günah heç tutmuş olarsan. Səndən olsaydı bəlkə də getməzdin, elədirmi? Getməliydin, ancaq mütləq getməliydin, iş işdən keçəndən sonra Allah uza biləsin. Sinəsi atdan-attana gələcəkdin və onda qohum qardaş üzünə tüpürəcəkdi. Budur. Gəlmək istəməsən də ağır hissləri qar kimi yara-yara gəlmisən. Bu da evimiz. Xoş gördük. Ay mənim atamla, anamla da cavan, ancaq onlardan çox-çox qoca divarı çatdaq evimiz. Necəsən? Birdən-birə evimizin doğma görünüşündə əl çatmazlıq, yadlıq duyursan. Duyduğun anda da ana qabağına çıxır, qucaqlayır səni, qəhərlənib kövrəldiyinə görə özündən acığı tutur. İnstitutda oxuduğun vaxtlar anan səni qarşılayanda sevincindən ağlayar, göz yaşlarından utanmazdı. Harasa yana başı ilə eləyir, eyvana stul qoyur, pişiyi qovur, üzlü toyuqlar kişləyir, təzə yığıb çinlədiyi süpürgənin dəstini bağlayır, hövsələsiz hərəkətləri, köməksiz gözləri cileylidir. Doğdum, böyütdüm. Necə böyütdüm, nə tər böyütdüm, heç kəsin xəbəri olmadı. Xəbərləri olsaydı da eləyəcəkdilər. Əlimin birini od yandırdı, birini sazaq kəsdi, böyütdüm, uçub getdi. Nə dərdim, nə xəbəri var nə sərimdən. Xalqınçılar, gülməli də olsa başa düşürsən ki, anan qovduğu pişikdə, kişlədiyi toyuqda, çinlədiyi süpürgənin hər çöpündə belə səni görür, sənlə dişi. Ağlın kəsəndən bilirsən ki, anan səni çox istəyir, indi sən uşaqlarını istədiyin tək. İstəyib, istəyəcəkdir və hazırda bu istəyi nə vaxtsa sənə yaxşı yaraşan, ağappaq qar kimi təzə, ancaq indi köhnəlib bozarmış, köynəyin tək baxırsan. Sən olan məhəbbətlərinin bozarıb boyatlaşmasından oğlanlarının xəbəri olacaqdı görən, anana olan məhəbbətinin boyatlaşmasından sən ölənə kimi öləndə də baş tapmayacaqsan.